Riyazi əməllər, riyazi ifadələr. Çoxları bunun ancaq hesablama işi ilə məşğul olanlara aid olduğunu vurğulayır. Əslində bu nə qədər yanlış versiyadır. Çoxları bu ifadələri digər elm sahələrində axtarsa da, mən riyazi əməllər və riyazi ifadələr haqqında romantik tədqiqat aparmağa qərar verdim. Eşitdiklərimi cəmləsəm, riyazi əməlləri bu cür ifadə etmək olar. Evlənmək, toplamaq, ölmək, çıxmaq, aşıq olmaq, vurmaq və sərləşib ölməyə bənzəyir. Primitiv tərəfdən yanaşaq və yaxud da riyaziyyatın riyazi teoremini verək. Sənin üçün sevinc alıram, hündürlüyü bölən, keçmişini çıxan və hər zaman bütün parçalardan daha önəmli olan işi qurtardıqdan sonra qalıb küşü kimi kənara atmadı. Ən yaxın insana dost deyilir. Təyyən müşahidələr açıqdır, amma onun dilini və bu dilin yazdığı hərfləri öyrənmədən, başa düşmədən izah edilə bilmir. Kainat riyaziyyatın dili ilə yazılmışdır. Elə isə gəlin riyaziyyat və təbiət filmini izləyək. İndi isə 5 sinif şagirdlərinin bizə deyəcəkləri var.
Açması. Dörd hərf var adında, çox işlənir həyatda. İlk ecası notdur, 2 sayt arası. Bir r hərfi əlavə etsən, oğlan adı alarsan, tapsan razı qalarsan. Açması. Var adında, yaş saxla yadında. Həndəsəyə aiddir, 2 hərfi sahibdir. Ondaşı c hərfini l ilə əvəz etsən, sarı bursu içərsən, tapacağını taparsan. Açması. Onun böyük teoremi həndəsədən məşhurdur. Birinci heyda rasyonal ədəddir. İkincisi musiqidə bir notdur. Tapın görək o kimdir? Notdur qabaq hecası, m ilə s arası. Riyazi işarədir, tapın görək o nədir? Açması. Notdur qabaq hecası, m ilə s arası. Riyazi işarədir, tapın görək o nədir? Açması. Biz deyemeyelim. Şagirdlərimiz sizlər üçün gözəl bir rəqs nömrəsi hazırlayıb. Buyursunlar səhnəmizə.
Adi 4 milyon. Müəllim, bir də sizdə oxumuşam ki, xaricdə 28 milyon yardım gəlir. Bu, 7 cümlət arasında bölünür. Ancaq böyük bir cümlədə 13 milyon pul verirlər. Bölüşlərimiz hesab bilmir, axı necə olur? Sən niyə qədə toplayırsan? Gedib dərslərini oxuya bilmirsən? Bağışlayın müəllim, Şirkətə nə qədər pul verirlər? 13 milyon. Bu riyaziyyatdır. Başda çətin əldə olunur. Gəl lövhədə həll et. Yirmi sekiz, dört, yedi. İkinin içində 7 yoxdur. 8'in içində 7'yi bir dəfə. Bir dəfə 7'yi 7. 28 7 bərabərdir 21. 21'in içində 7, 3 dəfə. 3 dəfə 7'yi 21. 21 21 bərabərdir 0. Müəllim, mənim başım qarışdı. Axı necə olur? Gəlin 7-ni 13-ə vuraq. Görək necə eləyir. İndi mən səni bir qızacam. Nə dediniz müəllim? Hepsi. Deyirəm ki, bölməni yoxlamanın ən fazlılığı vurmadır. Gəl 7'ni 13'ə vuraq. 13 vur 7. 3 dəfə 7'ni 21. Bir dəfə 7'ni 7. 21 üstə gəl 7 bərabərdir 28. Müəllim, mənim başım daha da qarışdı. Axı bu necə olur? Gəlin 7-dən 13-ü alt anda toplayaq. Görək necə eləyir. Deyəsən bu başı getdikcə xarab olur. Nə dediniz müəllim? Heç nə. Deyirəm ki, toplama riyaziyyatda ən əsas olur. Gəl onun üstərində 7 dənə 13'ü alt alda toplayaq. 3, 6, 9, 12, 18, 21, 23, 3, 6, 9, 12, 15, 18, 21, 22, 23, 24, 25, 26, 27, 28. Sizdə qonşuya baxıb öyrənmək olmaz. Çaynak riyaziyyatın dili ilə yazılmışdır. Onun hərfləri iftizaqlar, dairələr və digər həndəsi fiqurlardır. Bunlar olmazsa heç sözü belə başa düşülməz. Fiqurlarsız ancaq qaranlıq bir qabilikdə gəzmək olar. İndi fiqurlar səhnəmizə dəvət edək. Məclisi salamlayıram və sizlərə uğur arzulayıram. Gəlin qonaqları bir-bir dinləyək, onun rütbəsinə aid eləyək. Deyirəm kiçiyə əvvəl söz verək. Mən heç nə görmürəm, kim var burada? Gözə görünməsəm mən bu dünyada. Çox xeyir vermişəm mən həmrəsəyə. Lakin sözüm vardır sizə deməyə. Birin 2 xəttin kəsişməsiyə. Həm də bucaqların tək təpəsiyə. Şübhəsiz xidmətin böyükdür sənin. İlk əzəlsən, sən həm də sənin. Növbədə düzdür. Allah, istəsən mən hər cür mail də Allah. Ya da üst olub, uzaqlı qallam. Nöqtələr birləşər, əncəsə xəttə. Ölçümsə düz birdir, nə az, nə çoxdur. Arıq olmaqda da günahın yoxdur. Yanındakı kimdir sakitcə duran? Doğmaca baxırdır boynunuzda. Bəli, baxsıyam mən bunu istəyirəm. Bənzəmək çətin. Həm də ki görüşsək 2 nöqtədə. Dönüb göz sonra, mən bir tərəfdən. Mən seni ulkürəm, bir-birliklərəm. Yalan danışmaqla olmayıb aram. Düz xətdən kənarda olan bir nöqtədən məni indirsələr düz xəttə qədər. Həm də ki çəksələr hər hansı mail. Nə olar? Çəksinlər, burada nə var? Onda açılacaq çox müəmmalar. Mənim fəxr etməli bir cəhətim var. Nöqtədən düz xəttə çək bir-birlik var. Ona mail etsək çox çətin deyil. Sübut edə bilər hər bir məktəbi. Mən daha qısayam, nəinki mail. Mən üçün çevrəyəm, sizə doğmayam. Buna şübhə yoxdur, mən inanıram. Məndən Allah siz fırlatsalar. İçimdə çox deyil, bir nöqtə də var. Nədir o məntəqə vacib bu qədər? Onun da adına mərkəz deyirlər. Bəs sizin düz xətlə aranız necə? Baxır hansı ilə sual çöpünüzə. Məsələn, 2 yerdə kəsəni ilə. Onu da əlavə edeyim biləsən. Düz xəttin özünə deyim verəsən. 7 dil qeyd edeyim, çevrə ilə düz xət. Bircə nöqtədə də görüşə bilər. Bu
gəldiyi zamanda mənim özüm hələ cavan olanda böldülər boynumu yüksaltmışsa, onlarla öpdülər göğsümü incə, adını da qoydular bir minbərəcə. Çox sağ ol, çox razı qalıram səndən, sənin hər tərəfli bu mərzəndən. Kimin növbətidir? Gəlsin götürün. Haraya gedirsiniz? Ay paralel. Haradan gəlib, hara gedirik? Hələ məlum deyil, biz də bilirik. Daim görüşməyə can atırıq biz, amma nə uzanıb, nə çatırıq biz. Sanki qoşa gedən iki bacıyıq, şalbuli kəsəndən canı acıyıq. Onun parçasıdır, qoymur görüşək, salda bilmirik, biz də birləşək. Sizin bir xassəniz var paralellər. Figurda paralel olursa tirlər. Onlar qoşa-qoşa bərabərdirlər. Bilin düz bucaqlı, romb və kvadrat, belə xassə ilə seçilir heyhat. Yəqin yorulurlar, ey büyüklər. Siz də həsrənməyin, heç nahaq yox. İclası qurtarmaq vaxtıdır gəlir. Etiraz etmirəm, a dostlar gəlin. Qurtaraq məclisi, deyək sağ olun. Çalışın, həmişə üzü ağ olun. Hər kəs öz xəstəsi yaxşı söylədi, gəlişi ilə bizi məftun eylədi. Onlar elmə nifrət edirlər, bir savad adamlar, onlar heyran olurlar. Aqillər isə ondan istifadə edirlər. İnsan beyninin sərhədlərini genişləndirməkdə böyük qələbə ola bilməz. Bilik yalnız onunla bilikdir ki, o yaddaşı zihni qüvvəti ilə əldə olunur. Böyük nəticələr olan fikirlər həmişə sadədir. Riyaziyyatçılar aşıqlar kimidir. Onlardan birinə ən kiçik qanun verir. O ondan bir nəticə çıxaracaq. Təbii ki, bu nəticəni qəbul etməniz lazım olacaq. O da bu nəticədən başqa bir nəticə çıxaracaq. Əziz müəllim və valideynlərimiz, indi isə gəlin bilik yarışmasına başlayaq. Sizləri salamlayır, yarışmamızda uğur arzulayırıq. Gəlin yarışmamızın şəxslərinə tanış olaq. Yarışmamız iki mərhələdən yarımfinal və final mərhələsindən ibarət olacaq. İlk olaraq 5B və 5C sinifləri, daha sonra isə 5A və 5C sinifləri yarışacaq. Daha sonra qalib komandaların arasında ikinci mərhələnin qalib müəyyənləşəcək. Birinci mərhələdə komandalarımıza cəmi 11 sual veriləcək ki, bunlardan 4-ü mənfi, 7-si riyaziyyat mənfi olacaq. Sualın çətin olduqdan sonra hansı komanda tez bayrağı qaldırsa, həmin komanda sual cavablandıracaq. Doğru olan halda həmin komandanın hesabına 5 bal yazılacaq, səhv olan halda isə hesabından 1 bal silinəcək. Və digər komandaya sual cavab vermək üçün veriləcək. Sualın cavabı tərəf olan sualların həllində lövhədə qeyd etməlidir. Gəlin ilk növbədə 5B və 5C siniflərini səhnəmizə dəvət edək. Öz kapitanı təqdim etsin. Kapitanı çıxarıb eyib olacaq. İndi 5C sinif kapitanı tanış olaq. Komanda